Herkese salam. Ben bugün bütün günü keşfetimden düşmeyen o qulancarı hazırlamak kararına geldim ki baxım görüm onun tadı necədir. Və yəni yaxşı onu yudum, qəşəng yudum, təmizlədim, hazırladım. Desəz dəstəsini neçəyə aldınız? Bu gördüyünüz hamısı bir dəstədir. O dəstəni 10 manata aldıq yolun kənarından. Belə qəşəng doğradım. Yəni qalın hissələri var idi, amma baha olduğu üçün o hissələri də tullamadım. Onları da doğradım. Qəşəng təmiz. Belə işgüzarlığımı da göstərirəm. Burada kran suyu doldursam da sonra suyu boşalttım. Bak suyu doldurdum. Belə soğanımı da küp doğrayıram. Güzel. Baxın görün, el qabiliyyətim necə də şirindir. Normalda belə doğraya bilmirəm. Çox yavaş doğrayıram, amma videoda qəşəng alınır. Amma mən sonunda sizə səmimi qəlbdən qulancarın necə bir dad verdiyini sizə açıq-aydın deyəcəm. Burada mənim favorim zeytun yağıdır. Mən zeytun yağını çox sevirəm. Hər bir zaman ondan istifadə edirəm. Çünkü başka yağların mən bilmirəm keyfiyyəti və nədən hazırlandığını bilmirəm. Burada yoxlayıram. Və soğanımı qarışdırıram. Bir də qarışdırıram. Kaş bu qarışdırmadır altını söndürərdim. Çünkü bu yumurtanı sındıran vaxt mənim soğanım da orada. Sən demək yanırmış. Mənim isə başım burada qarışır. Mən eləcə yumurta çırpıram. Ve böyle karıştırdıktan sonra süzürəm. Qulancarı qabın dibində qalanları da sıyırıram ki, amandır, heyifdir. Gördüğünüz kimi yanmış soğanın üstünə tökürəm qulancarımı. Qapıda döyüldü. Yaxşı qarışdırıram. Karıştırdıktan sonra qabın dibində qalanları da sıyırıram. Və yumurtanı tökürəm üzərinə. Görək. Amma mən burada sizə səmimi deyim ki, mən bu qulancarın dadını bəyənmədim. Acı dad verdi. Burada işgüzarlığımı göstərirəm, amma hamısı qaba yapışır. Ben bəyənmədim, heç xoşuma gəlmədi. Yəni yemək olar, amma acı dad verir. Sadəcə acılığı var. Bu qədər.